bir rəssam qız çox sevdiyi bir nişanlısıyla münasibətləri bitir və oğlan deyir ki, yəni bunlar çox ciddi nişanlı olurlar. Toya bir ay qalmış, oğlan sadəcə itir. Yəni adam yoxdur, səbəbsiz. Qız 10 gün deyəndə ki, Azərbaycanlı aydın məsələ. Qız aylarla bütün bunu tanıyanlardan və get-gedə bunları hamısını öyrənirlər ki, elçi gələn də səhv imiş, nişan taxılan, hər şey qurulma imiş. Hər şey bunlar baş verib də belə birdən baş verib. Bu yəni oğlan tərəfindən olan bir yalan bir şeymiş. Yəni oğlan ya da yalan bir xəyallarla qızı aldadır. Qız bütün günü qovuşmaz yoluma qulaq asırmış. Sizin bütün günü. Anası deyir ki, yəni biz sizilərdə o mahnını çox MP3'lər etmişdik belə. O qədərdir oxuturdu ki, xarab olurdu, onu atırdı, bunu çıxardıb təzədən onu taxırdı. Və o xəstələnib onu bütün hər yanı gəzdirsələr belə, həkimlər deyib ki, biz bu çarəni tapa bilmirik, biz bilmirik bu nə deməkdir. Qız çürüməyə başlayır. Və onu anası deyir ki, yatağında bütün onun dərisi, bədəni yataqda da çürümüş halda da qalıb. Onu götürüblər, başının altında bir məktub olub. Məktubu açıb, görüblər ki, yazıb, hər şeyi yazıb. Ki, mən onu çox sevdim, münasibət qurdum, inandım. Amma mən buna dözə bilmərəm də, bu edilməz bir hərəkətdir. Ondan sonra insanlar başa düşürlər ki, o qorxudan o hala düşüb, məsuliyyətdən, başa düşürsünüz. Və məktubda da qeyd edib ki, bu sözləri yazmışam. Tək arzum odur ki, bunu ancaq Röya oxusun. Oxumasa da heç kim oxumasın. Heç kəs oxumasın. Və onlar anası ilə tapdılar bizi ki, imkan yoxdur. Nəsə istəsən edə bilmərik. Bu onun həyatıdır, tarixidir. Bu da yazdığı əsərdir. Bitdi. Və bu gedirəm.